Aylıq ödənişi cəmi 176 manatdan başlayan tam təminli mənzillərin satışına başlanılır. Əziz tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Qısa başlığı ilə qarşınızdayım. Mənzillər Bakı şəhərinin Binəqədi və Hövsan qəsəbələrində, həmçinin Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşir. Hamı məndən soruşurdur ki, bəs Bakıda yoxdur satış? Bu da Bakı üçün maraqlananlara bir fürsət. Bu, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələridir. Ümumilikdə 627 mənzilin satışı 2 gündən sonra 3 dekabr səhər saat 11-də başlayacaq və 12 dekabr səhər saat 11-ə dək davam edəcək. Mənzillərin əldə edilməsi qaydasını tam şəkildə izah edəcəm indi sizə. Diqqətlə qulaq asın ki, sonra məndən təkrar dəqiqləşdirməyəsiniz. Mənzilləri mən satmıram, makler deyiləm, amma belə getsə deyəsən makler edəcəksiniz məni, nəysə. Diqqətiniz məndə olsun, izah edirəm. Deməli, mənzillərin satışı elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Güzəştli mənzil sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatlar, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində güzəştli mənzil sistemi keçidi vasitəsilə tanış olmaq mümkündür. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, kombi cihazı daxil olmaqla su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaş mənzili ipoteka və kredit zəmanət fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik 4% dərəcəsi ilə 30 il müddətinə, aylıq ödəniş mənzilin sahəsinə və otaq sayından asılı olaraq ən aşağı Yevlax üzrə 176 manatdan və Binəqədi üzrə 207 manatdan başlayaraq yuxarıya doğru artır. Nəsə sualınız qalsa, yenə deyirəm, mənə yox, 108 nömrəsi var, çağrı mərkəzidir. Zəng edib suallarınızı verə bilərsiniz. Bax, belə izləyicilər, maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Ən əsası isə özünüzdə müğayət olun.